Məncə bugün dünyada bəlkə də ən dəhşətli müharibə Avropada baş verir. Rusiyanın Ukraynada törətdiklərini başqa cür təsvir etmək mümkün deyil. Bu müharibə Ukraynada hər bir ailəyə təsir eləyib. Hər bir şəhər, hər bir kənd, hər bir ailəyə. Ukraynadakı uşaqlar hər gün müharibə şəraitində yaşamaq məcburiyyətindədirlər. Onlar bombaların səsini eşidirlər. Gecələr bomba sığınacaqlarına getməli olurlar. Gecə rahat yuxularını ala bilmirlər. Hərdən düşünürsən ki, bugün varsan, sabah isə olmaya bilərsən. Yox oldu. Həyatım boyu qurduğum, sahib olduğum hər şey yox oldu. Mənim adım Aleksandrdır. Baş məhkəmə ekspertiyəm. Biz partlayıcıların, raket və artilleriya silahlarının texniki tədqiqatı şöbəsində işləyirik. Əsas vəzifəmiz ekspertiza keçirməkdir. İndiki halda söhbət Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı istifadə etdiyi bütün növ sursatlardan, qəlpələrdən və ya bütöv qalan nümunələrdən gedir. İlk növbədə biz Ukrayna Silahlı Qüvvələri və Ukrayna Hərbi Tədqiqat İnstitutları ilə sıx əlaqə və koordinasiyadayıq. Onlar döyüş meydanında, yaşayış məntəqələrində Rusiya silahlarının qalıqlarını tapır və həmin silahların xüsusi komponentlərini müəyyən etmək üçün onları hissələrə ayırmağa çalışırlar. Hərbçilər üçün ən mühüm məsələ mikrosxemlərin, metal mexanizmlərin, dəqiq cihazların, optik hissələrin və digər bu tip qalıqların əldə edilməsidir. Ekspertlərimiz Rusiyanın bu müharibədə Ukraynaya qarşı istifadə etdiyi bütün silah növlərini təhlil edirlər. Biz onun hansı növ raket, pilotsuz uçuş aparatı, aviasiya bombası və ya artilleriya mərmisi olduğunu müəyyənləşdirə bilirik. Bugün onların elektron komponentlərinin əksəriyyətinin üzərində yazılar lazerdən silinib, üzəri örtülüb və gizlədilib ki, biz bu komponentlərin nə olduğunu öyrənə bilməyək. Lakin əgər bu bloku artıq əvvəlcədən tədqiq etmişiksə, tutuşdururam və görürəm ki, konstruksiya dəyişməyib. Buna görə də komponentin nə olduğunu bilirik. Baxın, lazer demək olar ki, bütün məlumatları silib, lakin konstruksiyanın toxunulmaz qaldığını görürük. Sadəcə cüzi zədələnmə var. ...2022-ci il ərzində onlar anlamağa başladılar ki, Ukrayna şəhərlərinə hər gecə yağdırılan silahların əsasını qərb texnologiyaları təşkil edir. Ukraynaya atılan hər bir Rusiya raketində qərb mənşəli komponentlər mövcuddur. Rusiya istehsalı olan qanadlı raketlərin çoxu Amerika şirkətlərinin köməyi olmadan hədəflərini tapa bilməzdi. Qərb komponentləri hələ də Rusiyanın hava hücumlarını gücləndirir. Rusiya Ukraynaya hücum etmək üçün qərb komponentlərindən və texnologiyalarından istifadə edir. Beləliklə biz müxtəlif növ silahlarda 600-ə yaxın fərqli komponent müəyyən etmişik.
Raket və dronlarda istifadə olunan bu vacib komponentlərin istehsalının böyük hissəsi Amerika Birləşmiş Ştatlarının payına düşür. Lakin bir çox Avropa ölkələrində də bu çiplərin istehsalı ilə məşğul olan müəssisələr var. Söhbət mikroprosesorlardan, mikrokontrollerlərdən və flash yaddaşlardan gedir. Bu komponentlər yüksək texnologiyalı silahların son dərəcə vacib tərkib hissəsidir. Müasir müharibə texnologiyalar müharibəsidir və bu, həm silahların özü, həm də onların istehsalı üçün müasir çiplər, mikroçiplər və müasir proqram təminatı olmadan mümkün deyil. Самої зброї безпосередньо і для її виготовлення. Rusiya Federasiyasının tətbiq etdiyi silahlarda istifadə olunan çiplər dünyanın bir sıra ölkələrində istehsal edilir. Rusiyaya ixrac edilən malların silaha çevrildiyini və sonra Ukraynada döyüş meydanında tapıldığını görəndə bu narahatlıq doğurmaya bilməz. Rusiya bu qədər pula sahib olmağına baxmayaraq, yüksək texnologiyalı ölkə deyil. Bunun sayəsində onlar öz fəaliyyətlərini həyata keçirə bilirlər. Yəni, Rusiyanın təcili ehtiyac duyduğu hərbi və ya ikili təyinatlı avadanlıqları və ya əşyaları əldə edirlər. İkili təyinatlı mallar qeyri-hərbi də ola bilər. Misal üçün, paltaryuyan maşın. Bunlar sonradan hissələrə ayrılaraq Rusiyanın daxilində hərbi məqsədlər üçün istifadə edilə bilər. Məsələn, onlar tərkibində PlayStation mikrosxemi və ya buna bənzər bir şey olan Rusiya dronu tapırlar. Beləliklə, mahiyyət etibarilə bu hərbi məhsuldur. Birbaşa müharibə məqsədləri üçün istifadə olunmasa da istifadə edilə bilər və edilir. Çünki əlimizdə sübutlar var. Əminəm ki, əgər bu çiplər Rusiyaya tədarük edilməsəydi, onlar öz raketlərindən və dronlarından istifadə edə bilməzdilər. ABŞ bu işə öncüllük etdi. Amerika sanksiyaları Rusiya banklarını qlobal maliyyə sistemindən ayırdı. Rusiyanın irəliləyişi Qərb tərəfindən ümumi qınaqla və daha sərt sanksiyalarla qarşılanıb. Rusiyaya sanksiyalar tətbiq edildi. Birdən-birə Rusiyaya hər növ məhsulun ixracı və Rusiyadan hər növ məhsulun alınması qeyri-qanuni oldu. Beləliklə, ixracatlar və maliyyə institutları Rusiyaya gedən, Rusiyadan gələn və ya Rusiya ilə əlaqəli olan hər şeyə diqqət yetirməyə başladılar. Biz inanırıq ki, sanksiyalar silahlara yeganə alternativdir və Rusiyanın təcavüzünü dayandırmaq üçün ikinci ən yaxşı vasitədir. Düşünürəm ki, biz ümumilikdə yüzlərlə sanksiya tətbiq etmişik. Hazırda təxminən 40 ölkədən ibarət olan sanksiya koalisiyası formalaşdırmışıq və düşünürük ki, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar onun iqtisadiyyatına ciddi təsir göstərib. Qərb sanksiyaları Rusiya iqtisadiyyatını cilovlamaqda təsirli olub. Sanksiyalar olmasaydı, bu maşını dayandırmaq Ukraynalılar üçün həqiqətən çox çətin olardı. Beləliklə, Qərbin Rusiyaya qarşı sanksiyalarının missiyası Rusiya ordusunun maliyyələşdirilməsini və resurslarla təmin edilməsini məhdudlaşdırmaqdır. Təəssüf ki, Rusiya tətbiq edilən sanksiyalara olduqca yaxşı uyğunlaşır və hələ də hərbi sənaye üçün zəruri olan hissələri və kritik komponentləri əldə etməyi bacarır.
Biz Xarici İşlər Nazirliyi olaraq müəyyən ölkələrin və qurumların Rusiyaya müharibə səylərində kömək elədiklərini, mövcud sanksiya rejimlərindən yayınaraq texnologiyaya və bəzi ikili təyinatlı komponentlərə və mallara çıxış əldə eləməsinə yardımçı olduqlarını görürük. Son vaxtlar Avropa İttifaqı ilə müəyyən üçüncü ölkələr arasında qeyri-adi ticarət axınlarının artdığını görürük. Bu məhsullar sonda Rusiyaya gedib çıxır. Biz görürük ki, bunlar məhz Rusiyanın ehtiyac duyduğu və həmin ölkələr vasitəsilə əldə elədiyi məhsullardır. Söhbət postsovet ölkələrindən, o cümlədən Belarus və Ermənistandan gedir. Rusiya Ermənistanda müxtəlif sanksiyadan yayınma üsullarından istifadə edir. 2022-ci ildə Ukrayna müharibəsi başlayandan Ermənistan Rusiyanın sanksiyalarından yayınma şəbəkəsinin əsas qovşaqlarından biri olub. Biz görürük ki, geniş miqyaslı işğaldan sonra Ermənistan qərb ölkələrindən Rusiya üçün çox vacib məhsullar tədarük edib. Anlayırıq ki, bu normal hal deyil, çünki iqtisadi vəziyyətlərində heç bir dəyişiklik olmadığını da görürük. Qəfildən, gözlənilmədən Litva elektronika və bəzi digər əşyaları bu növ məhsulların daimi istehlakçısı olmayan ölkələrə göndərməyə başlayır. Aydındır ki, bu marşrut sanksiyalardan yayınmaq üçün istifadə olunur. Ruslar üçün sanksiyalardan yayınmaq həyati məsələdir. Buna görə də əllərindən gələn hər şeyi edəcəklər. Onlar Ukraynadakı müharibəni davam etdirmək üçün lazım olan avadanlıqları əldə etmək naminə metodlarını uyğunlaşdırmaq üçün cilddən cildə girəcəklər. Təəssüf ki, qərb komponentlərinin və dəzgahlarının Rusiya hərbi təchizat zəncirinə daxil olmasına dair hələ də çoxlu sübutlar var. Ermənistan Rusiyaya başqa yolla əldə eləyə bilmədiyi sanksiyaya məruz qalmış qərb mallarını almağa kömək eləyir. Bu malların bəziləri Rusiya hərbi sənaye sektoruna çatır. Mikrosxemlər və ya ikili təyinatlı məhsullar Rusiya tərəfindən istifadə olunur. Bu o demək deyil ki, ermənilər paltar yuyan maşınlarını gündə 3-4 dəfə istifadə edəcəklər. Bu paltar yuyan maşınlar Rusiyaya gedir. 2022-ci ildən əvvəl bizim telefon, monitor, kompüter, paltaryuyan maşın və bu kimi əşyaları ixracımız çox deyildi. Buna görə də 2022-ci ilin fevralından sonra Ermənistandan Rusiyaya müəyyən yüksək texnologiyalı məhsulların təkrar ixracının artması Ermənistanın unikal dayaq nöqtəsi rolundan qaynaqlanır ki, bu da Rusiyaya müharibəni davam etdirmək üçün sözü gedən məhsulları əldə etməyə imkan verirdi. Biz Ermənistandan Rusiyaya gedən bəzi təchizat zəncirlərini müşahidə etmişik. Bu zəncirlər Rusiya hərbi müdafiə sektorunun xeyrinə müəyyən arzu olunmaz məhsulları çatdırır. Uzun müddət Rusiya Federasiyasının müttəfiqi olan ölkə kimi Ermənistan bunda çox mühüm rol oynayır. Bu proseslər qeydə alınır və müvafiq nəticələr çıxarılır. Ermənistan Rusiyaya kömək edən yeganə ölkə deyil. Lakin Ermənistanın rolu onun ölçüsünə, ambisiyalarına və miqyasına görə qat-qat artıqdır. Ermənistan bu sanksiyalardan yayınma şəbəkəsinin mərkəzi elementlərindən biridir.
Sanksiyaya məruz qalmış qərb məhsullarının Ermənistan kimi ölkələr vasitəsilə Rusiyaya təkrar ixracı prosesi necə baş verir? Düşünürəm ki, bu Ermənistan və Rusiya arasındakı çoxillik əlaqələrə əsaslanır. Təəssüf ki, Ermənistan təxminən 2 əsrdir ki, Rusiya təsir dairəsinin bir hissəsi hesab olunur. Buna baxmayaraq, Ermənistanın və təkcə Ermənistanın deyil, digər Sovet respublikalarının da müstəqilliyini elan etməsindən sonra Rusiya yenidən postsovet ölkələrində öz mövcudluğunu və təsirini təmin etməyə çalışdı. Bəzi ölkələrdə buna nail ola bilmədi. Ermənistanda isə nail oldu. Rusiya imperiyasının varisi olan Rusiya Federasiyası Ermənistanda çox dərin köklər salmağı bacardı. Rusiya öz mövqeyini gücləndirmək üçün demək olar ki, hər şeyi nəzarətə götürdü. Enerji, siyasət, iqtisadiyyat və hərbi məsələlərdə asılılıq yaratdı. Ermənistanda 2 Rusiya hərbi bazası var. Rusiya kəşfiyyat zabitləri Ermənistan sərhədlərinə nəzarət edirdi və enerji sektoru da Rusiyanın əlindədir. Beləliklə, Ermənistan faktiki olaraq Rusiyanın oyuncaq dövləti idi. Ermənistan beynəlxalq hava limanı və sərhədləri tam və ya qismən Rusiya hərbçilərinin nəzarətindədir. Rusiyanın çox iddialı planları var və Ermənistanda bazanı bərpa eləmək cəhdi bu regionda təsirini gücləndirmək üçün atılan addımlardan biridir. Bu baza təkcə müdafiə məqsədləri üçün deyil, həm də bu logistika qovşağı vasitəsilə gizli tədarik üçün istifadə edilə bilər. Для прихованої логістики через цей логістичний хаб. Hər bir halda əminliklə demək olar ki, Rusiya Qafqazdakı liderliyindən əl çəkməyəcək və regionda hərbi mövcudluğunu gücləndirmək üçün cəhdlərini davam elətdirəcək. Ermənistan kimi ölkələr tarixi olaraq Rusiya ilə ticarət baxımından çox yaxındılar. Onlar sərhədlər arası ticarət əlaqələrinə malikdilər və eyni zamanda Avrasiya iqtisadi zonasının bir hissəsi ola bilərlər. Ermənistan Rusiya və Belarusla birlikdə Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu isə o deməkdir ki, malları, xidmətləri, kapitalı və işçi qüvvəsini rüsum olmadan ixrac və idxal edirik. Beləliklə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olduğu üçün fayda əldə edib. Mən başa düşürəm ki, Nikol Paşinyan bəlkə də qəlbində bunun bitməsini və Avropaya doğru irəliləməyi istəyir. Lakin onun düşüncəsi korrupsiyanın təsirinə məruz qalıb. Bir şey çox aydındır. Ukraynada müharibə başlayandan aylar sonra Ermənistan çox açıq şəkildə bildirdi ki, bu bir fürsət pəncərəsidir. Rusiya ilə münasibətlər çox güclü şəkildə intensivləşir. İndi hansısa ikinci dərəcəli sanksiyalara məruz qalmaqdan qorxmursuz? Düşünürəm ki, qorxu çox da faydalı mövqe deyil. Biz yaranan təhdidləri idarə etmək üçün işləməliyik və açılan imkanları təkcə görməli deyil, həm də yeni imkanlar açmağa səy göstərməliyik. Rusiya prezidenti və hökumətinin qəbul etdiyi qərarlar sayəsində biz bu təhdidlərin qarşısını birlikdə almağa nail olduq. Əgər Ermənistan dramına baxsaq, müharibə başlayandan bəri erməni dramı xeyli dəyər qazanıb. O, dünyada ən çox bahalaşan valyutalardan biridir. Təxminən 20% artım olub. Bu böyük rəqəmdir. İlk baxışdan bu hökumətimiz üçün yaxşıdır. Baş nazir Nikol Paşinyanın belə bir bəyanatı var ki, mövcud şəraitdə Ermənistan əslində Rusiya şirkətlərinin fəaliyyət göstərməsi üçün qapıları aça bilər.
2021-ci ildə Rusiya-Ukrayna müharibəsindən əvvəl Ermənistanın Rusiyaya ixracı təxminən 880 milyon dollar idi. İndi isə təxminən 3 milyarddır. Yəni təxminən 5 dəfə artıb. Avropa İttifaqına baxsaq, 2018-ci ildən bəri Ermənistanın Avropa İttifaqına ixracı 5% azalıb. Bu onu göstərir ki, əsas ixracımız Rusiya Federasiyasına yönəlib. Bu cür məlumatları həmin ölkələrdə tələbatın təkamülünü və onların Avropa İttifaqı ilə ticarətini görəndə əminliklə deyə bilərik ki, bu onların iqtisadiyyatlarının və sənayelərinin inkişaf hekayəsi deyil. Bu, onların əraziləri vasitəsilə məhsulların Rusiya Federasiyasına təkrar ixracının hekayəsidir. Ermənistanın Rusiya ilə ticarəti 2022-ci ildən bəri təxminən 300-400% artıb. Bunun Ermənistan iqtisadiyyatının xeyrinə olması ilə heç bir əlaqəsi yoxdur. Bu, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməklə bağlıdır. Cəmi 2-3 il ərzində 400% artım olduqca inanılmazdır. Və bu, sadə iqtisadi və ticarət səbəbləri ilə izah oluna bilməz. Əgər mənim əvvəllər etdiyim kimi bir maliyyə qurumunda uyğunluq yoxlaması aparırsınızsa və qəfildən Ermənistandakı və ya başqa bir ölkədəki müştəriniz müəyyən bir məhsulu əvvəlkindən qat-qat çox idxal edirsə, bu artıq ciddi bir siqnaldır. Biz Rusiyada çox sayda qanadlı və ballistik raketlərin istehsal edildiyini görürük. Biz Ukrayna şəhərlərinə hər gecə hücum edən şahid puallarının sayının artdığını görürük. Baxın, buradakı boz rəngli olanı görürsünüz, bu İran istehsalıdır. Bu isə Rusiya istehsalıdır. Lakin biz inanırıq ki, içlik İrandan gəlir və Rusiyada yığılır. Biz görürük ki, İranın şahid dronlarında Amerika çiplərindən aktiv istifadə olunur. Əsas bord kompüteri, əsas çip Amerika istehsalı olan rəqəmsal siqnal prosesorudur. İran dronları Rusiya dronları ilə eyni komponentlərə malikdir. Yəni onlar da Avropa İttifaqı ölkələrindən, ABŞ-dən və Yaponiyadan gələn komponentlərdən istifadə edirlər. Ukrayna rəsmilərinin sözlərinə görə Ermənistan İran istehsalı olan dronların Rusiyaya ötürülməsini təmin edən tranzit ölkələrdən biri olub. İran məsələsi çox uğurlu oldu. Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan şahid dronlarının dəqiq faizini bilmirəm. Amma daxilindəki texnoloji həllərin böyük bir hissəsi qərbə məxsusdur. Yəni onlar Ermənistan kimi müxtəlif ölkələr vasitəsilə İrana qaçaqmalçılıq yolu ilə gətirilib. Rusiyanın döyüş meydanında Ukraynaya qarşı istifadə etdiyi bəzi İran dronlarının Ermənistan mənşəli olduğu aşkar edilib. Onlar Ermənistanda istehsal olunmayıb, Avropa İttifaqı və Çindən idxal edilib. Orada ikili təyinatlı elementlər, komponentlər var ki, sonra həmin dronlarda istifadə olunmaq məqsədi ilə Ermənistanda rebranding edilib. Yəni biz burada inanılmaz dərəcədə mürəkkəb bir mənzərə görürük. Bir çox ölkələr sanksiyalara görə birbaşa Rusiyaya ixrac edə bilmir.
Təsəvvür edin ki, çoxlu elektronika, çoxlu telefonla dolu yük maşınları Ermənistana gəlir. Bəzi yük maşınları Rusiyadan, bəziləri digər ölkələrdən və mallar yerindəcə bir yük maşınından digərinə köçürülür və onlar Rusiyaya gedir. Sənədləşmə isə elə aparılır ki, güya həmin məhsullar Ermənistanda istehsal olunub. Amma əslində belə deyil. Yəni, bu faktiki olaraq təkrar ixracdır. Sanksiyalardan yayınmaq üçün sənədlərdə həmin məhsulların Ermənistanda istehsal edildiyi göstərilir. Burada məqsəd İranın həmin hərbi texnikanın Ukraynaya qarşı istifadə edilməsi üçün Rusiyaya göndərməsinə imkan yaratmaqdır. Ermənistanla İran arasındakı bu əlaqələr sanksiyalardan yayınma, təhlükəsizlik və digər əlaqələr əsasən göz ardı edilib. Bu çox kədərli reallıqdır. Çünki bütün bu pullar Rusiyanın hərbi səylərini maliyyələşdirir və sonda öldürülən, yaralanan və infrastrukturu dağıdılan məhz Ukraynanın mülki vətəndaşları olur. Ona görə ki, dünyanın hansısa yerində kimsə bu müharibədən pul qazanır. Hər gün ölən bizim insanlarımızdır. Çünki bu raketlər və dronlar hələ də uça bilir. Mənim adım Halınadır. Burada yaşayıram, çünki mənzilim dağıdılıb. Biz bura ona görə gəldik ki, müharibə başladı. Evimiz hücuma məruz qaldı. Burada bir yataqxana var, 21 otaq, 46 nəfər. Yata bilmirik. Çünki raketlər, şahidlər başımızın üstündən uçur. Dronlar başımızın üstündən keçir. Davamlı sirenalar, davamlı həyəcan siqnalları. Şahidlər bura uçur, partlayışlar olur. Hava hücumundan müdafiə sistemi bütün gecə atəş açır. Əsəbləşirsən, hara gedəcəyini bilmirsən. Bəzi ölkələr isə Rusiyanı dəstəkləyir. Mən onlara yalnız bunu demək istəyirəm. Dayanın. Onlara silah verərək Rusları dəstəkləməyi və hər kəsi öldürməyi dayandırın. Qızıl Rusiyanın əsas ixracat məhsullarından biridir. Lakin o, qərb sanksiyalarına məruz qaldı. Sanksiyalardan əvvəlki 5 ildə Rusiyanın qızıl ixracında aydın bir nizam müşahidə olunurdu. Dünya bazarlarına çatdırılan sabit həcmlər. Lakin sanksiyalar bu nizamı tamamilə pozdu və Rusiyanın qızıl ixrac marşrutlarında ciddi dəyişikliyə səbəb oldu. Xüsusilə Ukrayna ərazilərinin geniş miqyaslı işğalından sonra Rusiyaya qarşı Birləşən Ölkələr Koalisiyası yarandı. Rusiyaya qarşı çox sayda təxminən 25 min sanksiya var və bunlar əsasən maliyyə sektorundadır. Bu isə Rusiyanın mal və xidmətlər üçün digər ölkələrə ödəniş etməsini çətinləşdirir. Beləliklə, qızıl bu halda ödəniş vasitəsinə çevrilir. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və buna görə də heç bir gömrük rüsumu yoxdur.
Rusiya biznesinin qızılı Belarus, Qazaxıstan və ya Qırğızıstan vasitəsilə ixrac eləmək imkanları var idi. Lakin o Ermənistanı seçdi. Beləliklə, həmin vaxt Rusiya qızılının təxminən 90%-i Ermənistandan keçirdi. Bir neçə Ermənistan və Rusiya şirkəti də sanksiya mexanizmlərindən yayınmaq üçün intensiv şəkildə əməkdaşlıq eləyirdi. Keçən il erməni həmkarım Hetk Media təşkilatının Lan Seda ilə birlikdə Rusiya qızılının Ermənistan vasitəsilə beynəlxalq sanksiyalardan necə yayındığı barədə məqalə yazdıq. Biz Ermənistanda bu qızılı alan şirkətləri araşdırdıq. 100 milyonlarla dollar dəyərində qızıl alan bəzi şirkətlər sadəcə kağız üzərində mövcud idi. Bəziləri isə yerli oliqarxlar və ya siyasətçilərlə əlaqəli idi. İzləməyə başlayanda həmişəki adlar kölgədən üzə çıxmağa başlayır. Bir-birinin ardınca onlar təsadüf sayıla bilməyəcək bir zamanlamada yeni şirkətlər təsis ediblər. Bu şirkətlər 2022-2023-cü illər arasında ortaya çıxıb və tezliklə sanksiyaya məruz qalmış Rusiya şəbəkələrinin gizli pul kisəsinə çevriləcək qızıl ticarəti dəhlizindən istifadə etmək üçün mövqe tutublar. Yeni yaradılmış şirkətlər sürətlə böyük həcmdə Rusiya qızılını idxal etməyə başladılar. Cəmi 2 il ərzində 10 erməni ailəsinə məxsus yeni yaradılmış şirkətlər 4 milyard dollardan çox Rusiya qızılı idxal edib. Yeni qızıl idxalı tezliklə Ermənistanın rəsmi gömrük məlumatlarında üzə çıxdı. İctimaiyyətə açıq olan Ermənistan gömrük məlumatlarının nəzərdən keçirilməsi göstərir ki, Rusiya qızılı Ermənistana fiziki olaraq daxil olub. Gömrük qapılarını açıq şəkildə keçib və arxasında inkar edilməsi qeyri-mümkün olan sübutlar buraxıb. Ermənistan Gömrük Xidmətinin məlumatına görə ölkə 2023-cü ildə qızıl idxalını kəskin şəkildə artırıb və 2024-cü ilin birinci yarısında bu rəqəm 4,4 milyard dollara, təxminən 66 tona çatıb. Bu həcmdə qızıl Ermənistanın həzm edə biləcəyi miqdardan qat-qat çoxdur. Məntiq deyir ki, Ermənistan heç vaxt son təyinat nöqtəsi olmayıb. Sadəcə, daha böyük bir marşrut üzərində keçid məntəqəsi olub. Qızıl Rusiyadan Ermənistana gəldi və bundan sonra sənədləşmə dəyişdirilərək güya Ermənistanda istehsal edilmiş kimi göstərildi və Birləşmiş Ərəb Əmirliyinə ixrac olundu. Ermənistan dənizə çıxışı olmayan, tamamilə digər dövlətlərlə əhatələnmiş bir ölkədir. Bu isə Rusiya qızılının ölkədən çıxması üçün yalnız bir praktik yol qoyur, hava yolu. Bütün bu əməliyyatın mərkəzində tək bir düyün nöqtəsi dayanır. Zvartnots Beynəlxalq Hava Limanı. Hava limanı Argentinada yerləşən Amerika Airports Group korporasiyasına məxsus qapalı səhmdar cəmiyyət tərəfindən idarə olunur. Həmin imperiyanın başında təsiri qitələri aşan Argentinalı erməni milyarder Eduardo Ernequian dayanır. Lakin bu qapalı səhmdar cəmiyyətinin ləkəli keçmişi var. 2017-ci ildə şirkətin adı saxta Şengen vizaları və qeyri-qanuni miqrasiyanın təşkili sxemində hallanmışdı ki, bu da ictimaiyyətin fərqində olduğundan daha dərin boşluqlar üzə çıxarmışdı.
Qapalı Səhmdar Cəmiyyətinin internet saytında dərc olunan rəsmi qeydlərin araşdırılması 2022-2024-cü illər arasında diqqət çəkən bir detalı ortaya qoyur. Zvartnots beynəlxalq hava limanının yük həcmi 2 qat artaraq 24 min tondan 46 min tona yüksəlib. Qapalı Səhmdar Cəmiyyətinin 2024-cü il fəaliyyət hesabatı göstərir ki, bu yükün böyük hissəsi belly cargo kimi, yəni sərnişin təyyarələrinin aşağı hissəsindəki yük anbarlarına yüklənərək daşınıb. Bu yük axınının daşıyıcıları qeyri-müəyyən olaraq qalır, lakin mənzərə təkrar bir hava yolu şirkətinə işarə edir. Flyone Armenia. Qeyri-qanuni qızıl ticarətində adı hallanan erməni şirkətləri kimi Flyone Armenia da fəaliyyətinə 2022-ci ildə başlayıb. Müstəqil araşdırmalar, xüsusilə HETQin araşdırmaları göstərir ki, aviaşirkət Sukyasyan şəbəkəsi ilə sıx bağlıdır. Sukyasyanın özü isə 100 milyonlarla dollar dəyərində Rusiya qızılı idxal etdiyi bildirilən İrəvan zərgərlik zavodunun sahibləri siyahısındadır. Flyone Armeniyanın Birləşmiş Ərəb Əmirlikləri marşrutuna daha yaxından nəzər saldıqda bir neçə qeyri-adi məqam üzə çıxır. 2023-cü il mayın 11-də onun təyyarələrindən biri İrəvandan Dubaya göyərtəsində cəmi 37 sərnişinlə havaya qalxıb. Əlavə iddialar göstərir ki, Flyone Armenia xüsusi əməliyyatlarda uçuş kodlarını dəyişdirib. Flyone Armenia nəyi gizlətməyə çalışırdı? Bilirik ki, Ermənistanın sonda digər ölkələrə təkrar ixrac etdiyi qiymətli daşların miqdarı onun daxili istehsalını üstələyir. Ermənistan heç bir halda bu qədər qiymətli daş istehsal edib başqa bir ölkəyə ixrac edə bilməzdi. 2022-2024-cü illər arasında Ermənistanın rəsmi gömrük rəqəmləri kəskin bir dəyişikliyi göstərir. Ermənistan 2022-ci ildən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə demək olar ki, heç qızıl ixrac etmədiyi halda qəfildən cəmi 2 il ərzində 5 milyard dollar dəyərində qızıl göndərməyə başlayıb. Əməliyyat belə ört-basdır edilir. Sanksiyaya məruz qalmış Rusiya qızılı Ermənistan vasitəsilə beynəlxalq bazara çıxır. Bu zəncirdə Ermənistan Rusiyanın müharibəsini maliyyələşdirməkdə əvəz olunmaz tərəfdaşa çevrilir. Təkrar ixracın birinci dalğası Ermənistandakı bütün bizneslər üçün bir lütf idi. Çünki bizneslər, bank sektoru, ixracatçılar və digərləri bundan qazanc əldə edirdilər. İkinci dalğa isə biz bu barədə çox sənədləşmə görmədik, gizli aparıldı və bundan bütün iqtisadiyyat deyil, bir neçə nəfər faydalandı. Lakin bu da artım kimi qeydə alındı və belə bir hal suallar doğurur. Bütün bu fəaliyyətdən çıxara biləcəyiniz yeganə nəticə budur ki, onlar Rusiya elitası üçün nəzərdə tutulub. Və bu sxemin bir hissəsi olan erməni oliqarxları və siyasətçiləri tərəfindən dəstəklənən şirkətlər var. Bu da Ermənistan hökumətinin bundan xəbərdar olub-olmadığı və ya bu biznesi birtəhər qoruyub-qorumadığı barədə haqlı suallar doğurur. Buradakı siyasi suallar bunlardır. Bu, Ermənistan vasitəsilə həyata keçirilən bir ödəniş üsulu kimi təsvir edilə bilər. Niyə Ermənistan vasitəsilə? Nə üçün?
Bu ödəniş üsulu Ermənistandan keçərək digər ölkələrə gedib və bu siyasi suallar doğurur. Beləliklə, ticarət iki istiqamətlidir. Sanksiyaya məruz qalmış, qadağan olunmuş qərb məhsulları, məsələn, Ermənistan və ya Gürcüstan vasitəsilə Rusiyaya gedir, almaz, qızıl və digər bahalı xammal kimi Rusiya məhsulları isə Ermənistan vasitəsilə qərbə gedir. Səmərəli siyasi əməkdaşlığımıza əsaslanaraq iqtisadi əməkdaşlığımızı gücləndirməyin, ticarəti təşviq etməyin və mobillik sayəsində tərəfdaşlığımızı genişləndirməyin tam vaxtıdır. Təəssüf ki, Ermənistanın timsalında Paşinyan hər iki tərəflə oynamağa çalışır. Avropaya qoşulmaqdan danışmağa çalışır. Bəlkə cənab Paşinyan başa düşmür ki, heç bir ölkə eyni anda iki gömrük ittifaqında ola bilməz. Ermənistan artıq Avrasiya İqtisadi İttifaqındadır. Oradan Avropa İttifaqına keçmək üçün o, əvvəlcə Putinin Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. Yəni, o, Brexit etməlidir. Və mən düşünmürəm ki, Putin Brexitə icazə verər. İqtisadi cəhətdən danışsaq, Ermənistanın Rusiyadan uzaqlaşması indi 2018-ci ilə nisbətən daha çətin olardı. Çünki bizim Avrasiya İqtisadi İttifaqı ilə daha güclü iqtisadi və digər əlaqələrimiz var. Görürük ki, bir tərəfdən Ermənistan, məsələn, Birləşmiş Millətlər Təşkilatında Rusiyanın təcavüzünə qarşı səs verməyə çalışıb və bu müharibədə Ukraynanı dəstəkləyən çoxlu bəyanatlar verib. Lakin digər tərəfdən də görürük ki, Ermənistan Rusiya üçün həm müxtəlif malların tədarükü, həm də Rusiya hərbi sənaye kompleksi üçün böyük tranzit mərkəzlərindən biridir. Bu qeyri-müəyyənlikdir. Çünki bir gün bir söz deyirlər, ertəsi gün başqa bir söz. Onlar Avropa İttifaqına gedən yolu təqdim və ya təşviq eləyirlər. Lakin real bazar tam başqa hekayə danışır. Bu, siyasi qeyri-müəyyənlikdir. Ermənistanın Rusiya ilə və İranla yaxşı münasibətləri var, eyni komandadılar və ermənilər bu dövlətlərin hər birinə, Rusiya və İrana təsir göstərməyə və kömək eləməyə çalışırlar. Çünki bir gün vəziyyət dəyişə bilər və o zaman Rusiyanın köməyinə ehtiyacları ola bilər. Çünki aralarındakı münasibətlər yaxşıdır. Bu, mürəkkəb bir təhdiddir və həmin rejimlər bir-birinə kömək eləyir. Biz bunu açıq şəkildə görə bilirik. Texnologiyanı paylaşırlar. Rusiya İran rejimini texnologiya ilə dəstəkləyir. Ermənistan gələcəyə də baxmalıdır. Düşünürəm ki, əgər mən gələcəyə baxıramsa, əgər mən Ermənistanın lideriyəmsə, bütün regionla təbii ki, qərb tərəfi ilə də yaxşı münasibətdə olmalıyam. Of course, with the West side. Çünki Qərb legitimdir və Ermənistan İranla və ya Ruslarla deyil, Qərblə olmalıdır. Düşünmürəm ki, biz açıq bir siqnal göndərəcək mexanizm və alətlər hazırlamışıq. Xüsusilə də Avropanın bir hissəsi olmağa hazır olan ölkələrə, məsələn, Ermənistana. Vəziyyət belə görünür. Görüşürük, danışırıq. Deyirik ki, ciddi narahatlıq var. Bunun baş verməsi heç də xoş deyil. Amma sonra heç nə dəyişmir. Mən həmçinin Ermənistanın Rusiyaya qarşı sanksiyalarımızdan yayınmasına qarşı gördüyü tədbirləri alqışlayıram.
Xüsusilə ölümcül avadanlıqların və texnologiyaların Rusiya hərbçilərinin əlinə keçməsinin qarşısını aldıqları üçün. Bu onu göstərir ki, Avropa İttifaqı və Ermənistan dəyərlər və maraqlar baxımından getdikcə daha çox uyğunlaşır. Bəzi ölkələrin qeyri-qanuni fəaliyyəti niyə göz ardı edilir? Düşünürəm ki, bu bir neçə amilin qarışığıdır. Ermənistandan danışsaq, onların iki çox güclü diasporu var. Biri Fransada, biri də Amerika Birləşmiş Ştatlarında. Birləşmiş Ştatlar həmişə bir çox cəhətdən, xüsusilə Prezident Biden və Prezident Obama dövründə Cənubi Qafqazdakı münaqişədə Ermənistan yönümlü olub. Fransa açıq şəkildə Ermənistanın tərəfini tutur. Buna görə də onlar Ermənistana sanksiya tətbiq etməyəcəklər. Çünki bunun səsvermə baxımından daxili fəsadları var. Zənnimcə, məsələn, Birləşmiş Ştatlardakı ermənilərin əksəriyyəti demokratların tərəfdarlarıdır. Qərb institutları tərəfindən Ermənistana hər hansı sanksiya tətbiq etmə istəksizliyi mövcuddur. Məsələn, Brüsseldə heç kim baş nazir Paşinyana demir, əgər bu korrupsiyanı davam etdirsəz, Avropa İttifaqına qoşula bilməzsiniz. Əgər sanksiyalar tətbiq eləyib onları icra elətdirə bilmirlərsə, bu zəiflik mesajı verir və bu çox açıq danışdığım üçün üzr istəyirəm. Amma düşünürük ki, sanksiyalarla hədələyəndə və onları tətbiq eləyəndə inandırıcı olmalıdırlar. Onların icrası məsələsində ciddi olmalıdırlar. Ermənistan kimi ölkələr böyük bir çətinliklə üzləşir. Onların Rusiya ilə tarixən çox sıx ticarət əlaqələri var və sual budur. Onlar ölkələrini tərk edən məhsulların yoxlanılması üsullarını gücləndirmək üçün resurslara sərmayə qoyacaqlarmı? Ukraynanın işğalından bəri rəsmi məlumatlara və Insiderlə yerli beyin mərkəzi olan Hetkin araşdırmalarına əsasən Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 400%-dən çox artıb. Sizin fikrinizcə, bu Ermənistanın Rusiyaya qərb sanksiyalarından yayınmağa imkan verən daha geniş şəbəkədə mərkəzi rol oynadığını göstərirmi? Ermənistan kimi ölkələr özlərini iki od arasında qalmış kimi hiss edirlər. Ümumiyyətlə, həmin ölkələr 3 ildən artıqdır ki, qərb diplomatlarından bu sözləri eşidirlər. Onlar nəyə cəhd eləməli olduqlarını başa düşürlər. Eyni zamanda, onlar qərb sanksiyaları ilə Rusiya Baş Kəşfiyyat İdarəsi arasındakı bu cür çəkişmənin ortasında qalıblar. Qərb hökumətləri indiyə qədər Ermənistanın Rusiya iqtisadiyyatından asılılığını və ya Ermənistanın Rusiya iqtisadiyyatına ona tətbiq edilmiş sanksiyalardan yayınmağa kömək etməkdəki rolunu məhdudlaşdırmaq baxımından ciddi heç bir tədbir görməyib. Ermənistana gəldikdə isə təəccüblüdür ki, ölkə qiymətli metalların və daşların idxalını inanılmaz dərəcədə 200%, yeni nəqliyyat vasitələrinin idxalını isə 100% artırıb. Rusiyadan? Bəli. Dəmir və polad 76%, maşınlar və mexaniki qurğular 52%, texniki və tibbi avadanlıqlar isə 42% artıb. Ukraynalılar bizə bildirdilər ki, bu vasitələr təkcə Ermənistanda qalmır, həm də Rusiyaya gedib çıxır. Mən demirəm ki, Ermənistan və Gürcüstan kimi yerlərdən sanksiyalardan yayınmaq üçün sui-istifadə edilmir. Amma düşünürəm ki, Ermənistan çox kiçik bir problemdir, əgər ümumiyyətlə problemdirsə. Rusiyaya kömək etməkdə Ermənistanın roluna verilən reaksiya sönük olub. Düşünülür ki, Ermənistanın rolu vacibdir, amma o qədər də həlledici deyil. Burada iştirak edən başqa böyük oyunçular da var. Biz əsasən məlumatlara baxırıq və sonra Rusiyanın öz müharibə maşınını necə dəstəklədiyini anlamağa çalışırıq. Məsələn, ticarət modellərinə baxdıqda görürsünüz ki, Ermənistan qəfildən daxili bazarının ağlabatan şəkildə qəbul edə biləcəyindən qat-qat daha çox lüks avtomobil və Avropa texnologiyası idxal edir. Bu sizin üçün nə dərəcədə güclü həyəcan siqnalıdır? Düşünürəm ki, bu həmin ticarətin sonradan hara yönəlməsindən asılıdır. Məsələ bundadır, elə deyil? Deməli, bir Sky News jurnalisti var ki, siz çəkmirsiniz, yoxsa yenə çəkirsiniz? Hə, yaxşı. Deməli,
Bəzi təşkilatlar Ermənistanın rolunu kiçiltmək üçün adətən Ermənistan-Rusiya ticarət dövriyyəsinin rəqəmlərini İran, Şimali Koreya və Çinlə müqayisə eləməyə çalışırlar. Lakin bu müqayisə çaşdırıcıdır və əslində bizə tam mənzərəni göstərmir. Rusiyaya hər hansı yardım sənədləşdirilməli, bu sanksiyalardan yayınma şəbəkələrində iştirak edən şirkətlər və hökumətlər isə məsuliyyətə cəlb olunmalıdırlar. Biz hər şeydən əvvəl iqtisadi əməkdaşlığa diqqət yetiririk. Son bir ildə ticarət dövriyyəsində artım çox böyük olub və bu əsasən idxalın artımı sayəsində baş verib. Əgər Ermənistanın bizə ixracı əhəmiyyətlidirsə və ticarət dövriyyəsi 7 milyard ABŞ dollarından çoxdursa, belə bir həcm bizim ticarət və iqtisadi əlaqələrimizdə əvvəllər görünməyib. Rusiyanın müharibə maşınına kənardan kömək edən hər kəs Ukraynaya qarşı aparılan və Ukraynalı mülki vətəndaşları qətlə yetirən bu qeyri-qanuni geniş miqyaslı müharibəni dəstəkləməkdə iştirakçı sayılır. Ermənistanın rolu daha çox aktiv iştirak etmək və bundan fayda əldə etməkdir. Buna görə də mənəvi mənada cinayət ortaqlığı şübhəsiz ki mövcuddur. Lakin buna reaksiyalar çox sönük olub. Fikrimcə, Rusiyanın hərbi maşınını işlək vəziyyətə gətirənlərə qarşı da şübhəsiz ki, Rusiya ilə eyni sərtlikdə sanksiyalar tətbiq edilməlidir. Ermənistana deyilməlidir ki, əgər Rusiyanı dəstəkləməyə və ona kömək etməyə davam etsəz, Avropa İttifaqına qoşula bilməzsiniz. Biz iqtisadi diplomatiya, hərbi təchizat zəncirlərinin iqtisadi şəkildə pozulması üzrə ekspertlərik və bu spesifik nöqteyi nəzərdən Rusiya bu pozulmaların öhdəsindən gəlməyə, hərbi sənayeni saxlamağa kömək edən üçüncü ölkələrin rolunu nəzərdən keçirməliyik. Təşkilatımızda hesab edirik ki, bu Ukraynaya qarşı geniş miqyaslı işğalda birbaşa iştirakdır. Biz açıq şəkildə deyə bilərikmi ki, Ermənistan Rusiyanın Ukraynaya hücumundan qazanc əldə edib? Bu sualın qoyuluş tərzi xoşuma gəlmir. Bağışlayın. Çünki bu, bəzi etik suallar doğurur. Amma birbaşa və bir sözlə desək, bəli. Dolayı yolla, amma bəli. Bu, Ermənistanı Rusiyanın Ukraynalılara qarşı törətdiyi cinayətlərdə ortaq eləyirmi? Xeyr, biznes biznesdir, xeyr. Digər ölkələr qədər. Yəni, əgər mən bəli desəm, o zaman digər Avropa İttifaqı ölkələri də bu siyahıda olacaq. Rusiyaya sanksiyalardan yayınmağa imkan yaradan ölkələrə mesajım o olardı ki, əgər onların Avropa ambisiyaları varsa, bu davranış qəbul edilməzdir. Siz həm Avropaya zərər verib, həm də Avropa ilə bir yerdə ola bilməzsiniz. Riskləri təkcə iqtisadi deyil, həm də siyasi riskləri azaltmaq üçün Ermənistan hökuməti daha dürüst olmalıdır. Özünə, xalqına və tərəfdaşlarına qarşı dürüst. Təkcə Avropa tərəfdaşlarına deyil, Rusiyaya qarşı da. Avropa və Ermənistan dost olmalıdır və o zaman Ermənistan Putinin dostu olmaq məcburiyyətində qalmayacaq. O, həddindən artıq arsız və ikiyüzlü olmağa çalışır. Onun etməli olduğu şey sanksiyaya məruz qalmış qərb mallarının təkrar ixracına icazə verməklə Rusiyaya dəstəyi dayandırmaqdır. O, belə deməlidir. Biz Avrasiya İqtisadi İttifaqını tərk edirik və Avropa İttifaqına qoşulmağa çalışırıq. O zaman mən ona ciddi siyasətçi kimi yanaşardım. Amma hazırda o iki stulda oturmağa çalışır və sonda o stullar hərəsi bir tərəfə düşəcək.
Mənim mesajım budur ki, onlar nəhayət qərar verməlidirlər. Onlar Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni dəstəkləyirlər, yoxsa iqtisadiyyatlarını, sənayələrini inkişaf etdirir və Qərb dünyası ilə əlaqələrini qoruyub saxlayırlar. Ukraynadakı müharibə barbarlığın ədalətə qalib gəlməsinə yol verilməyəcəyini sübut etmək üçün bütün dünyaya bir sınaqdır. Bu, bütün bu ölkələr üçün bir sınaqdır və geniş anlamda məsuliyyət təkcə Qərb ölkələrinin deyil, həm də bu tarixi məqamda Rusiyaya kömək edən nisbətən kiçik ölkələrin də üzərinə düşür. Mahiyyət etibarilə Ukraynalılar buna görə əziyyət çəkirlər. Müharibə davam edir. Bu sonsuz bir müharibədir. Rusiya hücumlarını artırır və bunu yalnız kənar dəstək sayəsində edə bilər. Rusiyanın müharibə maşınını dəstəkləməyin. Biz tərəfdaşlarımıza deyirik. Rusiya hazırda müdafiə sənayesini Sovet İttifaqının soyuq müharibə dövründə elədiyindən daha sürətlə genişləndirir. Və bu, Qərbdəki hər bir paytaxt üçün həyəcan siqnalı olmalıdır ki, başa düşsünlər. Onlar Rusiyaya sadəcə Ukraynanı dəstəkləmək üçün yox, onlar Rusiyaya bu terror və ölüm maşınını yavaşlatmaq və onun öz ölkələrini, vətəndaşlarını, icmalarını və ailələrini təhdid eləməsinin qarşısını almaq üçün sanksiya tətbiq eləyirlər. Mən istəyirəm ki, bütün ölkələr eşitsin, bütün insanlar. Amma daha yaxşı olar ki, insanlar bura gəlsinlər, gözləri ilə görsünlər. Burada görənlər bizi daha yaxşı başa düşürlər.